Azotlu gübrələr içərisindən çox istifadə edilən karbamid gübrəsi haqqında, ürəyə və yaxud sidik cövhər haqqında məlumat vermək istəyirəm. Ümumilikdə adlar budur və tərkibində 46%-ə yaxın azot var. 46%-də əsasən meşoqların üzərində isə 46,3%-də verirlər. Ümumilikdə bu hardan gəlir? Karbamidin CO, NH2 xaricdən 2 formuludur. Onun ümumi molyar kütləsi 60 qram, 60 molyar böl qram olmalıdır. Bunu, deməli, azotun ümumi çəkisini bölürük ona, cavabımızı aldıq 46,6%. Təxmini olaraq 46, ədəbiyyatlarda 46 verilir. 46,3, 46,6% olur. Yəni bu bitkinin, yəni tərkibində olan azotun faizidir. Təsir edici nə qədər azot təsir edir. Bitkilərin yaşıl kütləsini, yəni yerüstü hissəsini böyütməkdə kömək edir. Ümumiyyətlə, əgər fotosintez prosesində ən güclü iştirak edən, yəni xlorofilin sintezində iştirak edir azot. Deməli, əgər bitkimiz yaxşı fotosintez edərsə, bitkimizin kökləri də gəlişəcək, meyvələri də məhsuldarlığına da təsir edəcək. NH4 meyvələrin məhsuldarlığına təsir edir. NO3 isə bitkinin böyüməsinə təsir edir. Onun üçün karbamid gübrəsi məhsuldarlığa daha çox təsir edir. Və dediyim kimi, hansı torpağa necə vermək lazımdır? Ümumilikdə karbamid gübrəsi torpaqların tipinə görə dəyişir. Torpaq tipinə görə dərinlikləri də verilməyi dəyişir. Qələvi torpaqlarda karbamidin çox verilməyi mən məsləhət görmürəm. Çünki qələvi torpaqlarda daha yaxşı mənimsənilən formaya gəlib çıxa bilmir. Amma turş torpaqlarımızda karbamid mənimsənilən formaya daha yaxşı gəlir. Çünki karbamidi biz torpağa əlavə edən zaman, burada iriliklərdən də danışacağam ki, niyə topa-topa olur, o haqda da danışacağam inşallah. Karbamid niyə turş torpağa yaxşı olur? Çünki birinci bir torpağa verdikdən sonra ureaza fermenti parçalamağa başlayır. Alınır NH3 plus CO2, karbondioksid. Və bu da 1-3 gün arası olur. Əgər torpaq nəmli olarsa bunu da deyim ki, karbamidi verib daha sonra torpağı nəmləndirmək lazımdır. Mütləq nəmləndirmək lazımdır. Yoxsa NH3 qazı, yəni itkisi baş verəcək. Yarısı onduz torpağın quruntularına qarışır, yarısı uçur. 30-40% bitkilərimizə azot çatmır. Onun üçün azot gübrəsini verilərkən karbamid, NH3, amonium şorasında verilən zaman, ümumiyyətlə azotlu gübrə verilən zaman düzgün verilməlidir. Düzgün vaxtda, düzgün hava şəraitində və dərəcəsində verilməlidir. Rütubətə diqqət yetirilməlidir. Azot gübrəsini səhtdə səpilməməlidir. Torpağın az da olsa üzərində, yəni üzəri öltürməlidir. Daha sonra nəmləndirilməlidir. Çünki burada amoniyak itkisi olmasın. Nəyə görə turş torpaqlarda daha effektlidir? Çünki orada H4, H müsbət iyonu çox olduğu üçün NH3 üçün onlar birləşərək NH4 iyonunu daha yaxşı əmələ gətirirlər, daha tez əmələ gətirirlər və bitkilər onu daha tez mənimsəyir. Ümumiyyətlə, karbamidin bitkilərin həyatında azotun rolu böyükdür. Bitkilər makro elementlər içərisində başda gedən elementlərdən biri də azot, fosfor, kalium, kalsium, magnezium, kükürt kimi elementlərdir. Ümid edirəm ki, faydası olar. Allah köməyiniz olsun. İzlədiyiniz üçün, bura qədər izlədiyiniz üçün diqqətinizə görə təşəkkür edirəm. Çalışacağam amofos haqqında da məlumat verim.